Bir dənə söz sizə deyim. Yeganə Allah vəlisi, qulaq asın mənə nə deyirəm. Yeganə Allah vəlisi ki, həsəd imtihanından salamat çıxdı Həzrəti Yusifdir. Həzrəti Yusif həsəd imtihanından başını sağ çıxarda bildi. Dedilər öldürək. Çünki həsədin xüsusiyyəti budur. Dedilər öldürək. Biri dedi ki, bunlardan da belə rəhəmli çıxarmış. Biri dedi ki, quyuya ataq öldürməyək. Quyuya ataq öldürməyək. Həsəd döngəsindəndir, həsədin cəngindən qurtula bildi, oldu Misrin əzizi. Bu keçidi keçə bildisə, həsədin əlindən övliya salamat çıxsa, olur Allah vəlisi. İstisnasız qalanların hamısını həsəd qırıb, hamısını həsəd öldürüb, hamısını həsəd fiziki baxımdan məhv eləyib. İndi bir Allah vəlisi var ki, İmam Zamandır. O, həsədin əlindən qurtulacaq və buradan keçə bilsə dünyanı idarə edəcək, dünyaya hökumət edəcək. Görün də həsəd nə mühüm məsələdir. Ən böyük sədd övliya ilə ictimai proseslər arasında, övliya ilə cəmiyyətə rəhbərlik arasında ən böyük maneə həsəddir. Hansı övliya bundan salamat keçsə, Quran onu rəmzi mənada verir. Yusif ki, keçə bildi və salam. Öz səviyyəsində hakim ola bildi. Misrin əzizi oldu. İmam Zaman bir gün o həssəd eləyənlərin əlindən salamat çıxsa, çıxan kimi artıq maneə qalmır qarşısında. Başa düşürsünüz, nəyə demək istəyirəm? Görün, nə qədər ictimai-siyasi fenomendir, ictimai-siyasi məsələdir, amildir bu həsəd. Ki, bundan qurtulan bir insan, bir vəli artıq sığortalanıb, artıq qüdrətdir və qüdrət sahibi ola bilir. Çünki bu öldürməsə əl çəkmir. Bu elə bir xislətdir. Bu öldürməsə əl çəkmir. Və bugünkü gündə mən sizə bir söz deyim. Burada ziyalılar, gənclərin içində, burada dərsdə olanların içində var. Mən sizə deyim, həmin o övliya qüdrətinə qarşı həsədi teorizə eləyən əsas əqidə həmin o qərb humanizmidir. Qərb humanizmidir. Baxmayın, insan azadlığı, insan deyir, sonra çünki xeyir ola, kimsə məndən üstün olmalıdır. Xeyir ola. İnsan, heç bir avtoriteti deyil, qəbul eləmə. Əslində bununla gəlişi gözəl söz deyir, amma əslində dinin övliyaya təslim ol, tabi ol sözü əslində insanı qüdrət sahibi, izzət sahibi eləyən bir düşüncədir. Yəni, təbii ki, insanı rəzilliyə aparmır. Əslində sistemin qulu eləyir insanı. İradəsiz qula çevirir, amma azadlıq şuarı ilə ki, xeyr ola, hansısa bir adamı öyəndə gülməli ya, bu sistemə otuzdurmaq olmur onu. Avtoritet olmamalıdır burada. Düzən olmalıdır, sistem olmalıdır və salam. Zahirən baxışdan deyirsən, düzdür. O, bəzən möminlərə də sirayət edir ki, bizdə qəhrəmansız, inkişaf eləmiş xalqlara qəhrəman lazım deyil. Yalan sözdür bunlar hamısı. Qəhrəman lazımdır, cəmiyyətə nümunə lazımdır, mənəvi avtoritet lazımdır. Çünki bunlar içi təmizləyir, içi. Sistem də bunun əsası, demirəm, sistemsiz olmalıdır. Sistemin mərkəzində Allahın vəlisi, övliya dayanmalıdır.